Salam, hər vaxtınız xeyir olsun dəyərli dostlar. Mən sizin Rövşənə müəlliməniz. Nizami Gəncəvinin İskəndərnamə poemasının davamını izah edəcəm bu dəfəki dərsdə. Qeyd edim ki, bu bizim ikinci dərsimizdir. Birinci dərsdə artıq biz deməli bu əsərin dərslik versiyasından iki bölməyə baxmışıq. Nəyə baxmışıq? Baxmışıq Dastanın xülasəsi və İskəndərin Cahangirlik tarixi başlığına və eyni zamanda dastanın başlanğıcı başlığına baxmışıq. İndi növbə gəlib çatıb artıq Dövlət İmtahan Mərkəzinin təqdim elədiyi əlavə hissəyə gəlin görək, bəs bu hissədə haracan baxmalıyıq. Baxın, bu hissəni də tam izah eləməyəcəm bu dərsdə. Çünki bu hissədə müəyyən bir yer var ki, o yerə çatanda artıq saxlamalıyıq və yenidən dərsliyə qayıtmalıyıq. Həmin dərsliyə qədərki hissəni izah eləyəcəm. İndi baxacağımız hissə İskəndərin təlim alması hissəsidir. Qeyd edim ki, bu da şərəfnaməyə daxil olan hissədir. Hələ ki, iqbalnamə başlamayıb. Nə deyir? Deyir ki, tarixin yığılmış tumarlığından keçmişi belə nəql edir bir dehqan. Elə ki, Feylaquz təzə gəlin tək vurdu bu dünyanın mülkünə bəzək. Ağıllı övladla ata fəxr edər, çünki mübarəkdir seçilmiş gövhər. Dünyada ataya var mıdır gerçək? Ağıllı oğuldan başqa bir istək. Oturtdu öyrənsin ədəblə hünər, günəş eylər daşı qiymətli gövhər. Və buradan bizə bəlli olur ki, baxın, bu hadisəni bizə nəql edən dehqandır. Yəni deyir ki, tarixin yığılmış tumarlığından dehqan, yəni bir əkinçi bu hadisəni nəql eləyir. Deyir elə ki, Feylaquzun bu övladı dünyaya gəldi. Eyni zamanda burada ağıllı bir övladın atanın necə fəxri olmağından söz açılır. Və deyir ki, o bu övladına deyir, oturdu ki, öyrənsin ədəblə hünər. Həm ədəb, həm də hünər öyrətmək istədi. Və eyni zamanda qeyd edilir ki, günəş daşı qiymətli gövhərə çevirir. Yəni, burada daş deyəndə düşünək ki, bir İskəndərdir. O İskəndər adlı bir daşı gövhərə çevirmək üçün ona ədəb və hünər öyrətdirmək qərarına gəldi. Niqumaş alimdir, biliklə dolu, alimin oğluydu, həkim Ərəstu. Təlim işlərində çəkdi çox əmək, hikmətlər öyrətdi ona sevərək. Şahanə tərbiyə, hünər, nəzakət, ağla nur verir, ürəyə qüvvət. Və deyir ki, Niqumaş adlı bir alim var idi və bu alimində bir həkim oğlu var idi, Ərəstu. Bu tarixdən tanıdığımız Aristoteldir. Və yəni İskəndərin atası Feylaquz İskəndərə təlim vermək üçün məhz Niqumaşı tutmuşdu təlimci kimi və bu Niqumaş İskəndərin təlimində çox əmək çəkdi, ona severək çox hikmətlər öyrətdi, tərbiyə, hünər, nəzakət öyrətdi. Hər əqlə sığışan hünər bilikdən bir məna çıxarır mənanı bilən. Ulduzlar bəzəyən kimi göyləri, bəzədi pak olan yeni gövhəri. Çatdırdı onu hər gizlin biliyə, hansı bir gənc almış belə tərbiyə. Şahzadə illərlə çox çalışdı, çox, qulağı elm aldı, başqa heç nə yox. Öz ağlı, zəkası olunca rəhbər, tapırdı ən incə mənalı sözlər. Hər incə mənanı edərkən bəyan, sözləri su kimi olurdu rəvan. Və deməli, bizə bəlli oldu ki, burada elə Nizaminin öz təbirincə desə, çox bəzəkli don geyindirib. Yəni, əslində məna etibarilə bu beytləri oxuyanda bu mənaya gəlib çıxırıq ki, Şahzadə, yəni söhbət İskəndərdən gedir. Çox çalışdı, qulağı ancaq və ancaq elm eşitdi. Buna görə də o getdikcə həqiqətən bir gövhərə çevrilirdi və artıq onun öz ağlı, öz zəkası ona rəhbər olanda özü incə, mənalı sözlər tapırdı. Və görək davamında nə olur? Yəni, bu boyda beytdən bizə bəlli olan budur ki, İskəndər təlim alır və təlimində gözəl nəticələri görünür. Həmdərsi Ərəstu bir qardaş deyə, ürəkdən bağlıydı bu şahzadəyə. Ərəstu aldıqca bilik atadan, ona öyrədirdi hər an, hər zaman. Yəqindir bilikli həkim ustadə, tacıdar olacaq bir gün şahzadə. Onun təliminə verdi çox diqqət, kişini şad edər, qorunsa sərvət. Bəxtini oxudu parlaq alnından, verdi oğluna da ondan bir ünvan. Deməli,
bizə deyir ki, Ərəstu, yəni Aristotel ondan həmdərs oldu. Həmdərs olmaq nə deməkdir? Yəni Niqumaş İskəndərə dərs keçdikcə Ərəstu da onunla bu dərslərdə iştirak edirdi, bu təlimlərdə iştirak edirdi. Yəni belə deyək də Ərəstu ilə İskəndər eyni anda eyni müəllimdən təlim alıb. Belə ki, Ərəstunun atası İskəndərlə paralel öz oğluna da dərs keçirdi. İkisinə bərabər dərs keçirdi və onlar bir qardaş kimi olmuşdular və Ərəstu da ürəkdən bu şahzadəyə, yəni İskəndərə bağlı idi və Ərəstu atasından nə biliyi alardısa, onu hər zaman, hər an elə İskəndərə də öyrədərdi. Sonra deyir ki, bəxtini oxudu parlaq alnından, verdi oğluna da ondan bir ünvan. Talih xidmətində duran zamanda, söz qaşı möhrünü vuran zamanda oğlunu tapşırdı gənc şahzadəyə, ant verdi, söz aldı, peyman verdiyə. Məktəbdən meydana sənat sürərkən, şahanə başını göydə görərkən, başına əyərkən köhnə dünyanın, hər səmtə gedərkən hökmün, fərmanın, taxtını tacınla məsud edərsən, xərəz göndərərlər 7 kişvərdən. Dünyaya şövkətlə verərsən fərman, padişah olarsan uzun bir zaman. Bu dərsi təlimi tut xatirində, qızıla gümüşə çox olma məndə. O zaman oğlumdan götürmə nəzər, haqqıma, sözümə bir hörmət göstər. Onunla et çətin işdə məşvərət, qılıncdan kəskindir gözəl məsləhət. Səndə dövlət vardır, onda da hünər, hünərlə dövlət bir çəkiyə girər. Baxın, niyə dayanmadan oxudum? Çünki istəmirdim ki, həmin İskəndərin müəlliminin ona olan sözlərini yarımçıq saxlayım. Deyir ki, bir gün ulduzların xoşbəxt bir günün göstərdiyi məqamda, daha doğrusu xoşbəxtliyi göstərdiyi bir gündə o öz oğlunu gənc şahzadəyə, yəni İskəndərə tapşırır və onu anda verir. Deyir ki, mənə peyman ver, mənə söz ver. Görək nəyin sözünü istəyir İskəndərdən? Əvvəla onun müəlliminin sözlərindən bəlli olur ki, onun müəllimi, yəni Niqumaş bilirdi ki, İskəndər çox yaxşı bir hökmdar olacaq. Deyir ki, sən deyir başını əyərkən köhnə dünyanın, o bilirdi ki, o dünyaya hakim olacaq və köhnə dünyanın başını əyəcək və deyir ki, sənin hökmün, fərmanın hər səmtə gedəndə, sənə 7 kişvərdən xəraz göndəriləndə, sən dünyaya öz şövkətinlə fərman verəndə, padişah olanda bax uzun bir zaman deyir özdə padişah olacaqsan. Deyir bütün bunlara sən deyir əlin çatanda, bunlara nail olanda sən qızıla, gümüşə çox bənd olma və çalış ki, bu dərsi, bu təlimi unutma. Mənim haqqıma, sözümə hörmət göstər. Deyir onunla et çətin işdə məşvərət. Onunla deyəndə, yəni mənim oğlumla çətin işdə həmişə məşvərət elə, məsləhət elə. Çünki qılıncdan kəskindir gözəl məsləhət. Yəni sən gözəl məsləhətlə bir işə başlasan, bu işin qılıncdan daha kəskin olar. Qılıncın edə biləcəyindən daha gözəl işlər görər. Deyir, səndə dövlət vardır, onda da hünər. Yəni İskəndərdə dövlət var, Ərəstuda isə hünər var. Hünərlə dövlət bir çəkiyə girər. Yəni əgər dövlət hünərlə idarə olunarsa, bu zaman daha yaxşı olar. Yəni uzun sözün qısası bunu istəyir ki, Niqumaş İskəndərdən, əgər deyəndə ki, onsuz da hakim olacaq, Niqumaş bundan çox əmin idi ki, o çox adil, çox yaxşı bir hökmdar olacaq. Deyir ki, sən hökmdar olan zaman daim mənim oğlumla məsləhətləş, çünki onda hünər var, səndə də dövlət, hünərlə dövlət bir-birinə birləşərkən bu zaman gözəl nəticələr əldə etmək olar. Görək İskəndər nə verəcək cavabında? Deyir ki, şahzadə söz verdi öz ustadına, hər əmrin qəbuldur söylədi ona. Taxtımla, tacımla olsam padişah, Ərəstu vəzirim olacaq billah. Ustadı bilirdi, bir gün bu uşaq dünya şahlarına fərman yazacaq. Ustadın oğlu da alim bir kəsdir, onunla həm yaşıd, həm də həmdərsdir. Şahzadə daima ona mehriban, o da şahzadədən ayrılmaz bir an. Ərəstu razılıq verməzsə işə, İskəndər bir quş da taxmazdı şişə. O tədbir vermədən tutmazdı bir iş, hər işdə alardı ondan göstəriş.
Feylaqus dünyanı tərk etdi daha, taxtını tapşırdı gənc padişaha. Və Şahzadə, yəni İskəndər öz müəlliminin bu sözlərinə deyir ki, sənin hər əmrin mənim qəbulumdur. Mən padişah olanda Ərəstunu özümə vəzir təyin eləyəcəm. Və deyir, onun ustadı, müəllimi, yəni Niqumaş bilirdi ki, bir gün bu uşaq dünya şahlarına fərman yazacaq bir hökmdar olacaq. Və daha sonra bu ustadın oğlundan, yəni Ərəstudan məlumat verir ki, o da alim bir kəsdir. İskəndərlə həm yaşıd idi, həm də həmdərs idi, bir yerdə təhsil almışdılar. Və Şahzadə, yəni İskəndər də ondan daima mehriban davranardı. Onlar bir-birindən ayrılmazdılar. Əgər, deyir, Ərəstu bir işə razılıq verməzdisə, İskəndər hətta bir dənə quşu belə şişə taxmazdı və onunla məsləhət eləmədən, onunla bərabər tədbir tökmədən heç bir işə əl atmazdı. Və vaxt gəldi, Feylaqus artıq dünyanı tərk elədi, öz taxtını, tacını bu gənc padişaha, yəni İskəndərə tapşırdı. Yəni artıq İskəndərin hakimiyyətə keçəcəyi zaman yetişdi. Onun atası dünyanı tərk eləyəndə hakimiyyətə İskəndər keçdi. İndi gəlin baxaq görək İskəndərin hakimiyyətə gəlməyindən nələr baş verəcək. İskəndərin taxta çıxması. Elə ki Rum şahı taxta oturdu, dünyaya mum kimi bir naxış vurdu. Bütün ölkələrə ədli səs saldı, Rum taxtı onunla yeni rəng aldı. Atadan gördüyü rəsmi ayini seçərək saxladı bəyəndiyini. Köhnə adətləri möhkəm saxladı, keçmiş qanunları bərk qucaqladı. Deyir ki, elə ki İskəndər Rum şahı oldu, hakimiyyətə keçdi. O deyir dünyaya bir mum kimi naxış vurdu. Və o hakimiyyətə gələndən sonra onun ədaləti eynən atası kimi bütün ölkələrə səs saldı və Rum taxtı onunla yeni bir rəng aldı. Baxın dostlar, testlərdə siz çaşdırırlar, deyirlər ki, İskəndər hakimiyyətə gəldi və Rumda ədaləti bərqərar elədi. Baxın, Rumda ədalət yox idi mu ki, İskəndər gəlsin hakimiyyətə və ədaləti bərqərar eləsin? Onsuz da Rum ədalətlə idarə olunurdu. İskəndərdən qabaqki hökmdar, onun atası Feylaqus, Rumu ədalətlə idarə eləyirdi. İskəndər hakimiyyətə gəlməklə Rumda ədaləti bərpa eləmədi. Sadəcə var olan ədalətli idarə etməni davam elətdirdi. Onsuz da o ölkədə ədalət var idi. İskəndər həmin ədaləti olduğu kimi saxlayıb davam elətdirdi. Yaxşımı? Deyir ki, o atadan gördüyü rəsmi ayini seçərək saxladı bəyəndiyini və atasından gördüyü ayinlərdən nəyi bəyəndisə onu seçdi, saxladı. Köhnə adətləri möhkəm saxladı, keçmiş qanunları bərk bucaqladı. Yəni köhnə adətlərə əməl eləyir, keçmiş qanunlara da bərk sarılır. Daraya xəracı verirdi yenə, ölkədə hakimdir köhnə ənənə. Yəni hətta atasının daraya xərac vermək ənənəsini də İskəndər davam elətdirirdi. Feylaqus əmrində olan hər diyar onun da əmrinə boyun qoydular. Yəni Feylaqus hakimiyyətdə olanda hansı diyarı özünə tabe eləmişdisə, həmin diyarlar elə İskəndərə də boyun əydilər. Yəni İskəndərin tabeçiliyinə çıxmadılar. Dostluqda atadan daha da mətin, düşmənin məhvində qılıncı kəskin. İgidlər qorxardı güclüdür deyə, onunla girməzdi bir tərəziyə. Ondakı qolunun gücün yoxlardı, aslan qulağına düyün vurardı. Hər mərdə, igidə o üstün gəldi, insanın fikrinə sığmayan qədər hamıya yaşlıq etdi İskəndər. Deyir ki, o dostluqda atasından daha mətin oldu. Düşmənin məhvində qılıncı daha kəskin oldu. Və igidlər hamısı İskəndərdən güclüdür deyə qorxurdular və onunla bir tərəziyə girməzdilər. Yəni, onunla bir yarışa girməzdilər. Özlərini İskəndərlə müqayisə eləməzdilər. Və deyir ki, İskəndər insanlara o qədər yaşlıq elədi ki, deyir, insanın fikrinə sığmayan qədər yaşlıq elədi. Kimsənin qəlbini o incitməzdi, ədalət xəttindən uzaq getməzdi. Bütün tacirlərdən o bac almadı, ölkədə kimsədən xərac almadı.
Dehqan vergisinə çəkərək gələm, sərmayəsizlərdən almadı dirhəm. Zər saçdı hər yeri abad edərək, qırdı tikanları, əkdi gül çiçək. Əlinə keçirdi bütün dünyanı, ətri tutdu Misri, Həbəşistanı. Ədli səxavəti cihanı sardı, hər kəs Rum mülkünə həsəd apardı. Deyir ki, İskəndər heç kimin qəlbini incitməzdi və ədalət xəttindən uzaq getməzdi. Yəni, elədiyi hər işi ədalətlə eləyərdi, ədalətsizliyə yol verməzdi. Deyir, o artıq hakimiyyətə gələndən sonra bütün tacirlərdən bac almadı. Baxın, İskəndərin hakimiyyətə gələndən sonra elədiyi şeylər neynəmişdi? Köhnə ayinlərə sadiq qalmışdı, bəzi bəyənmədiklərini çıxarmışdı. Atasının dövründə olan ədalət xəttini davam elətdirirdi. Atası kimi o da ədalətli idi. Atasından tabi olan dövlətlər hələ də ona tabi idi. Bundan başqa İskəndər hakimiyyətə gələndə artıq tacirlərdən bac almadı və heç kimdən, ölkədə heç kimdən xərac almadı. Yaxşımı? Yadda saxlayaq. Və dehqan vergisinə çəkərək gələm. O deməkdir ki, dehqan vergisini ləğv elədi və sərmayəsizlərdən artıq dirhəm almadı. Deməli, bütün tacirlərdən bac almadı, heç kimdən xərac almadı, dehqan vergisini ləğv elətdirdi və sərmayəsizlərdən dirhəm almadı. Daha sonra deyir ki, hər yeri abad elədi, tikanları qıraraq hər yerdə gül çiçək əkdi və bütün dünyanı əlinə keçirdi. Onun ətri Misri, Həbəşistanı bürüdü. Ədlinə, səxavətinə görə hər kəs Rum mülkünə həsəd apardı. Görək sonra nə olacaq? Deyir, Ərastı vəzirdir uca dərgaha, hər yaxşı yamanda mərhəmdir şaha. Töhdü İskəndərə hər işdə tədbir, az zaman keçmədən oldu Cahangir. Və öz ustadına söz verdiyi kimi Ərastunu özünə vəzir təyin eləmişdi və hər yaxşı yamanda da onun vəziri onun yanındaydı, yaxşı günündə də, yaman günündə də və o İskəndərə tədbir tökürdü. Onun tökdüyü tədbirlər sayəsində az zaman keçmədi ki, İskəndər bir Cahangirə çevrildi. İndi baxırıq növbəti hissəyə. Növbəti hissə adlanır Zənci qoşunun gəlməsindən İskəndərin xəbərdar olması. Baxın, Zənci qoşunu İskəndərin ilk müharibəyə girdiyi qoşundur. İskəndər birinci müharibəsini məhz Zənci qoşunu ilə eləyib. Deyir ki, elə ki fələyin çırağı səhər, dünyanı nuru ilə etdi münəvvər. Günəş əlvan şəfəq saçdı hər yana, gəlin təyi oturdu qızıl taxtına. İskəndər qədimki ayində durdu, eyvanda şövkətli bir məclis qurdu. Bir nur çeşməsi idi, oturmuşdu şən, aman səsi gəldi uzaq illərdən. Baxın, deyir ki, səhər çağı idi, İskəndər köhnə ayına uyğun olaraq eyvanda məclis qurdurmuşdu və onlar məclisdə olarkən deməli, uzaq ellərdən aman səsi gəlir. Məclisdə padşaha etdilər məlum, amana gəlmişdir bir yığın məzlum. Kömək istəyirlər Rum sultanından, deyirlər Misrə çox dar oldu cahan. Zəncilər axınla gəlmiş bu səfər, dolaşmaq çətindir, tutmuyor çöllər. Deyir ki, məclisdə padşaha, yəni İskəndərə məlum elədilər ki, xəbər gətirdilər ki, bəs bir yığın məzlum gəlib, bu məzlumlar Rum sultanından, yəni İskəndərdən kömək istəyirlər və onlar deyirlər ki, Misrə zəncilər axınla gələrək dünyanı dar eləyiblər. Yəni, zəncilər Misirdəkiləri incidirlər, Misrə basqın eləyiblər. Və deyir ki, Misirdə yaşamaq artıq çətindir, ordularla, deyir, bütün Misir dolub. Deyir, ordularla dolmuş bu böyük cahan çöllərdə hakimdir qorxu, həyəcan. Yəni, zəncilər öz ordusunu Misrə doldurublar, Misir əhalisi qorxu içindədir, həyəcan içindədir. Hamısı çöllüdür, qatrandan qara, çöllərin otu da çatmaz onlara. Qatrandan qaradılar, axı zəncidirlər, deyir. Köməyə çatmazsa böyük tacidar, qarətə gedəcək o zəngin diyar. Bu haqsız axından pərakəndəyik, şah, fərman sizindir, bizlər bəndəyik. Deyir ki, bəs bu zəncilər bizə zülm eləyir,
Əgər bu böyük tacirlər, yəni İskəndər köməyə çatmazsa, bu zəngin diyar, yəni Misir diyarı qarətə gedəcək və biz bu haqsız axından dərbəsər olmuşuq, pərakəndə olmuşuq. İndi deyirlər ki, şah, fərman sizindir, bizlər məndəyik, yəni sizin köməyinizi gözləyirik. Görsünlər ki, İskəndər onların bu fəryadına, bu dadına, bu kömək istəyinə bir çarə eləyəcəkmi? Onlara əl tutacaqmı? O dinin pənahı adil hökümdar bildi ki, Zəncidə hədsiz qoşun var. O hədsiz ordudan qorxdu hökmran, qorxusuz olurmu ağıllı insan? İskəndər vəziri tez dəvət etdi, onunla ətraflı məsləhət etdi. Ağıllı, bilikli, hünərli vəzir müzəffər olmağa tökdü bir tədbir. Və deyir ki, İskəndər bunu eşidəndə qorxdu. Baxın, bu qorxu o demək deyil ha, İskəndər cəsarətsiz idi, İskəndər qorxaq idi. Xeyr, sadəcə İskəndər çox ağıllı idi. Bəli, o ağıllı olduğuna görə qorxdu. O bildi ki, Zəncinin çox böyük bir qoşunu var və İskəndər də indiyə qədər müharibəyə çıxmayıb, məğlub ola bilər. Yəni ağıllı olduğu üçün o qorxu gəldi ona, cəsarətsiz, gücsüz olduğu üçün deyil. Testlərdə sizi çaşdırarlar, deyərlər ki, İskəndər təcrübəsiz olduğu üçün, İskəndər qorxaq olduğu üçün, cəsarətsiz olduğu üçün Zənci ordusundan qorxdu. Xeyr, o ağıllı olduğu üçün qorxdu. Deyir, qorxusuz olarmı ağıllı bir insan? Və İskəndər öz vəzirini, yəni Ərəstunu tez çağırır ki, onunla məsləhət eləsin. Yəni, gəlin görək, bu ağıllı, bilikli, hünərli vəzir Ərəstu İskəndərə nə məsləhət verəcək? Deyir ki, qalx dedi, bəxtini sına, zamandır. Belə əjdahanı məhv etmək şandır. Zəfərlər yaratsa ordunun əli, daha möhkəm olur şahlıq təməli. Misirdə, Zəncidə olur sənə ram, mərdliklə alarsan yenilməz bir nam. Ölkədə silinsə azğın düşmənlər, xainlər kör olar, dostların gülər. Və Ərəstu ona tövsiyə edir ki, qalx, bəxtini sına, artıq zaman gəlib yetişib. Belə bir əjdahanı məhv eləmək sənə şan gətirir. Yəni deyir ki, İskəndərə artıq, belə deyək də, İskəndər öz ədli ilə, ədaləti ilə, gözəl idarə eləməsi ilə bir hökümdar kimi şan qazanmışdı. Artıq İskəndərə bir sərkərdə kimi də şan qazanmaq lazım idi. Ona görə də onun vəziri ona tövsiyə eləyir ki, artıq bəxtini sınamağın zamanı yetişib. Yəni artıq müharibəyə də girməyin zamanı yetişib. Və biri var ki, İskəndər ilk döyüşündə zəif biri ilə müharibə aparardı və qalib gələrdi. Bir də var ki, bu Zənci ordusu kimi böyük bir ordu ilə döyüşə girərdi və onları məğlub eləyərdi və əjdahanı məhv eləmək, əjdaha deyəndə Zənci ordusu nəzərdə tutulur, İskəndər üçün bir şan olardı ki, görün İskəndər görün kimi məğlub eləyib. Deyir ki, zəfərlər yaratsa sənin deyir ordunun əli daha möhkəm olur şahlıq təməli. Yəni deyir ki, yalnız ədalətli idarə eləməklə olmur da hökmranlıq. Eyni zamanda sənin ordun zəfərlər də yaratmalıdır ki, sənin şahlığının təməli möhkəm olsun. Deyir ki, sən Misri də, Zəncini də bu deməli döyüşlə özünə ram elə, özünə tabe elə və sən mərdlik göstərməklə yenilməz bir ad qazana bilərsən. Və eyni zamanda qeyd edilir ki, əgər ölkədən azğın düşmənlər silinsə, xainlər kör olar, dostların gülər. Yəni sanki bu döyüş İskəndərə öz dostunu və düşmənini tanıdacaqdı. Rəhbərin əmri ilə o gənc hökmran bayrağı ucatdı Makedoniyadan. Topladı süngülü, qılınclı əskər, qılınc şəfəq atdı buluda qədər. Dənizdən quruya çıxınca ordu tərpəndi, bir daha Misirdə durdu. Padişah əmr etdi Nil sahilindən, keçərək çöllərdə tutsunlar məskən. Baxın, o öz vəzirindən tövsiyə aldı və onun tövsiyəsi əsasında bayrağı Makedoniyada ucatdı. Bu nə deməkdir? Baxın, onlar döyüşə gedərkən, döyüş başlayarkən, döyüş başlanan yerdən bir bayraq sancardılar. Və bayrağı ucatmaq o deməkdir ki, yəni artıq bu müharibəyə bir başlanğıc verdi ki, döyüşə girir və süngülü qılınclı əskərləri topladı və deyir ki, qılınc buluda qədər şəfəq saçdı
Yəni burada da mübaliğəyə yer verir əlbəttə ki, yəni saysız ordu topladı, qoşun topladı özündən və buradan tərpəndilər, Makedoniyadan tərpəndilər, döyüşə girdikləri yerin başlanğıc nöqtəsi hara oldu? Makedoniya oldu. Makedoniyadan tərpəndilər və getdilər Misirdə durdular. Axı zəncilər Misirə hücum eləmişlər. Onlar gedirdilər Misiri zəncilərdən azad eləməyə. Ona görə də Makedoniyadan çıxdılar, getdilər Misirdə dayandılar və padişah, yəni İskəndər əmr elədi. Onlar Nil sahilindən keçərək çöllərdə durdular. Yəni qoşun Nil sahilindən keçdi və çöllərdə durdu. Yedəkli at ilə axsın meydana, döyüşdə verməsin aman düşmana. İgidlər düzüldü yola hər nə var, zəncinin kininə bel bağladılar. O coşqun ordunu görüncə zənci, gözündə qaraldı dünya sevinci. Döyüşdə başlarkən hər iki əskər, divləri sarsıtdı ucadan səslər. Baxın, artıq döyüş başladı. Baxmayaraq ki, zənci ordusu çox böyük bir orduydu. Bu zənci ordusu İskəndərin coşqun ordusunu görəndə istər-istəməz onların da gözündə dünyanın sevinci qaralmağa başladı. Və bu iki ordu döyüşə başladı. Deyir ki, bu döyüşün səsi elə idi ki, hətta döyüşün səsi divləri belə sarsıtdı. Və deyir, elə yer idi bu döyüş inan, gübar gətirirdi adam yanğından. Kükürdün tozu tək qupquru çöllər, cəhənnəm kimi idi, yanırdı ciyər. Sərin su yox idi ağudan başqa, bir də günəşdəki yanğından başqa. Bağırda əjdaha kimi hər mağar, o yerdə hər fitnə açmışdı bazar. Deyir ki, bu döyüş olan yer elə bir yeri idi ki, o qədər orada quraqlıq, o qədər isti idi ki, insan deyir, yanğından gübar gətirirdi. Və deyir, qupquru çöllər kükürdün tozu kimi idi, cəhənnəm kimi idi. Ciyər deyir, susuzluqdan yanırdı. Deyir, sərin su yox idi, ağu idi. Ağu da yəqin ki, bilirsiniz də, zəhər. Və əjdaha kimi deyir, hər mağar baxırdı. Deyir, oradakı yaşayır qul yabanilər, yaşayıb hər yerdə soxulur onlar. Ləli yer öküzü udduğu zaman pusqudan sıçradı qapqara aslan. Gecənin zülməti dünyanı sardı, aslanın dişi tək ulduz ağardı. Gecənin göbəyi yayırdı ətir, işıqdan dünyaya açmışdı çətir. Düşməni tanıyan növbətçi əskər yollara çıxaraq keşik çəkdilər. Ulduzlar yer-yerdən doğmuşdu parlaq, xalq oldu zəhmətdən, kədərdən uzaq. Və bizə deyir ki, artıq deyir, burada baxın, ləl yeri öküzü udduğu zaman pusqudan sıçradı qapqara aslan. O deməkdir ki, artıq gün batdı və qaranlıq çöktü, gecənin zülməti dünyanı sardı və belə deyim ki, baxın, döyüş olanda hər iki ordu gecə vaxtı hücum eləməzdilər. Onlar ancaq gündüz vaxtı, yəni bir-birindən savaşa girərdilər, gecə vaxtı olanda dincələrdilər. Burada bu döyüşün şərhini verməyib, yəni sizlər üçün artıq hesab ediblər, yaşdakı artıq hesab ediblər, yükünüz yüngülləşib. Sadəcə baxın, bir tək bu cümləni verməklə bizə nəticəni bildirir ki, xalq oldu zəhmətdən, kədərdən uzaq. Yəni bu cümlə bizə əsas verir deyək ki, siz yəni bu cümlədən bu mesajı ala bilərsiniz ki, bu döyüşdə qalib olan tərəf İskəndərin ordusu oldu. İskəndər zənciləri məhv elədi, zənciləri məğlub elədi və xalq kədərdən uzaq oldu. Amma bu əsərdə olduqca maraqlı bir hissə var, düzdür. Sizlər üçün imtahanda test predmeti olmayacaq və siz bunu öyrənməyə məcbur deyilsiniz. Amma çox istəyərdim ki, o maraqlı məqamı siz biləsiniz. Çox maraqlı məqamdır. Həmin maraqlı hissə nədir? İstəyirəm bunu danışam sizə. Deməli, baxın, döyüş başlayacaqdı. İskəndər Rumdan Misrə gətirmişdi öz qoşununu və biz də bilirik ki, zənci ordusu da onsuz da artıq yerləşmişdi Misirdə. Baxın, bu zənci deyirik, zəncilər hücum eləmişdi. O zəncilərin dövləti adlanırdı Zəngibar. Zəngibar. Nə adlanırdı? Zəngibar. Onun şahı isə Pələngər idi, Pələngər. Baxın, bu Pələngər ədalətsiz hökmdardır. Demək, Pələngər Zəngibarı idarə edir. Zəngibar haradır? Zənci tayfası deyir ya. O zənci tayfası Zəngibarın əhalisi idi. Yaxşımı? Və onların da başçısı kim idi? Pələngər idi. Pələngər. Pələngər zalım hökmdardır. Bu əsərdə Pələngər və Dara
zalım hökmdardır. Feylaquz, İskəndər və Nüşabə çox ədalətli hakimdilər. Yaxşımı? Deməli, nə olur? İskəndər qoşun çəkdi, gəldi Misirə. Zəngibar ordusu da artıq yerləşib Misirə, yəni Pələngər də öz ordusunu artıq Misirdə yerləşdirib və İskəndər birinci bu Zəngibar şahının yanına elçi göndərir. Tutiyanuş adında, baxın yazıram adını da, Tutiyanuş. Çox maraqlıdır bu hissə, onu sizə danışmaq istəyirəm. Deməli, Tutiyanuş adlı çox gözəl səsli və nitqi olan bir alim var imiş. Bu alim danışığı ilə istədiyi hər kəsi özünə tabe etməyi bacararmış. Yəni, öz danışığı ilə, gözəl nitqi ilə, axıcı nitqi ilə özünə tabe eləyərmiş kimlə danışarmışsa onu. Yəni, hər məsələdə razı sala bilərmiş. Ona görə də İskəndər qırğın eləmək istəmir. Tutiyanuşu bir-iki elçi ilə göndərir Pələngərin yanına ki, elçi kimi ki, bəs qırğın olmasın, döyüş olmasın, sadəcə olaraq Zənci ordusu İskəndərə tabe olsun və onlar Misir ölkəsindən çəkilsinlər. Bu Pələngər isə çox qəddar idi, hədsiz qəddar idi. Neynir? Pələngər bu elçi gələn Tutiyanuşun başını kəstirir, onun qanını qızıl teştə yığdırır və o qanı içir. Axı Tutiyanuş tək gəlməmişdi, onunla bərabər başqa elçilər də gəlmişdilər. O elçilər bu mənzərəni görür və qorxuya düşürlər. Sonra Pələngər həmin o qorxuya düşən elçiləri buraxır. Qorxuya düşən elçilər gedirlər. Bunu İskəndərin ordusunun içində danışırlar. Deyirlər ki, bəs bizim bu müharibəyə girəcəyimiz bu Zənci tayfasının başçısı olan Pələngər qan içəndir, canidir. Və səhərsi gün döyüş başlayanda İskəndər görür ki, ordusunda bir təlatüm var. Ordusu nəsə əvvəl kimi şövqlə döyüşmür və bəlli olur ki, ordu arasında bir qorxu yayılıb. Ona görə də onların bu döyüş əzmi aşağı düşüb. İskəndər həmişə kimi çağırır Ərəstunu, ona məsləhət eləyir. Deyir ki, bəs nə edək ki, ordunun əzmini geri qaytaraq. Ərəstu ona belə bir tövsiyə eləyir. Deyir ki, gəl biz 3-4 dənə zənci tutaq gətirək və sən onların yanında elə zənci dilində de ki, eşitmişəm ki, zənci əti dadlı olur. Deyir, bunun birinin başını kəstirin və aşpaza da əmr eləyin ki, bu başı kəsilmiş zəncinin ətindən sizə yaxşı bir yemək bişirsinlər. Amma əslində deyir, o zəncini bişirməyək sənin üçün biz qara qoyunun başını bişirək. Sən qara qoyunun başını ye və yedikcə de ki, çox dadlıymış zənci əti və yerdə qalan o digər zəncilər də elə bilsinlər ki, sən doğrudan da o öldürülmüş zəncinin başının ətini yeyirsən. Və deyir ki, bütün bunları sən zənci dilində de ki, onlar başa düşsünlər də sənin dilini. Sən əgər bunları zənci dilində deməsən, zəncilər başa düşməyəcək, o ət nə idi, yedi, nə baş verdi. Deməli, neyinlər? Gedilər 3-4 dənə zəncini tuturlar, gətirirlər. Onlardan birini İskəndər deyir ki, mənim üçün bişirin, mənim könlüm zənci əti istəyir. Deyirlər ki, zənci əti dadlı olur. İskəndər üçün qara qoyunun başını gətirirlər. Əslində o qoyunun başının ətini yer, deyir, bəh-bəh, nə dadlıymış bu zənci əti. İstər-istəməz qorxu yaranır da bu yerdə qalan digər zəncilərdə və həmin zəncilər də buraxırlar. O zəncilər də gedir zənci ordusunun içində xəbər yayırlar ki, bəs xəbəriniz var, əgər bizim hökmdarımız qan içəndirsə, onların hökmdarı adam yeyəndir. Və beləliklə zənci ordusunda da artıq qorxu yaranır. Onlar da qorxu ilə girirlər döyüşə. Belə həm İskəndərin ordusunda qorxu var, həm də ki, Zəncinin ordusunda qorxu var. Amma İskəndərin ordusu şövqə gəlir. Bilirlər ki, onların da hökmdarı heç də elə belə hökmdar deyil. Əgər onlar ki, qan içəndirsə, bunlarınki də adam əti yeyəndir. Və döyüş başlayır. Hətta orada Zəracə adında çox yaxşı bir zənci pəhlivanı var imiş. İskəndər özü onunla döyüşür və Zəracəni öldürür. Lap nəhayətində Pələngərlə İskəndər təkbətək görüşə girirlər və ilk görüşdə onların heç biri bir-birini məğlub edə bilmirlər. Pələngər də olduqca güclü bir sərkərdə idi. Səhər gün yenidən döyüş olur, ancaq bu dəfə Pələngər qorxur, özü döyüşə çıxmaq əvəzinə başqalarını göndərir və İskəndər onların hamısını məhv edir. Yenə növbə gəlir çatır Pələngərə və bu dəfəki döyüşdə İskəndər Pələngəri öldürür və qalib gəlir. Yəni əslində bu qalibiyyət belə
olmuşdu. Sadəcə olaraq burada bir cümlə ilə bunu sizə təqdim edirəm. Dediyim kimi, bu sonda danışdığım hissə testə düşməyəcək. Sadəcə əlavə məlumat olaraq mən sizə bunu öyrətdim. Beləliklə, biz bu dərslik bunu yekunlaşdırırıq. Gələn dərsdə Daranın İskəndərə müharibəyə qoşun çıxarması hissəsinə baxacağıq. Yəni, bu dərslik düşünürəm ki, bu qədər kifayətli, çox yüklənməyəsiniz. Gələn dərs qaldığımız yerdən davam edəcəyik. Diqqətiniz üçün təşəkkür.